Mən özüm Varavskoyda çorlu mujik olmuşam, yəni steroid eləməmişəm ayqa. Yəni Varavskoyda qara mujik deyirlər də. Və sonradan kriminalda hamı tanıdı deyə yəni ehtiyac yox idi biz bu şeyləri, yəni kiməsə tanıdaq özümüzü, yəni bilirdilər zaten ki biz kimik, nəciyik, nəyə qadirik. Bir şey ki silahın qabağından qaçmamışıq, silahın üstünə getmişik. Yəni nə bıçağın üstündən qaçmışıq. Əlim mənim misal üçün burada barmağımın üstündə 2-3 dənə şıramlar var, hansı ki bıçaq atıqlar mən əlimlə tutmuşam bıçağı. Burada misal üçün var bıçaq yarası, buramda bıçaq vurublar. Misal üçün bunların hamısı adam var bıçaq sat görəndə qaçır, biz elə qaçmamışıq, biz elə üstünə getmişik. Qaldığım yerlərdə, qıraq ölkələrdə, sən də mənim bağışda da pnevmat zat belə şeylər var da, indi çöl bayırda dəmir zat yatağımın altı demək olar ki şeydi, ampar idi. Yəni ki nəsə olarsa mən belə çıxmasın, form bayağı har istəsən çıxıb gedəsə adam idi. Paganiala nə idi? Kazaçok. Kazaçok? Kazaçok niyə? Qazaxlı olduğuma görə Kazaçok deyirlər. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Deməli, bugün sizə bir nəfəri tanıtdıracağam, hansı ki, o şəxs kriminal aləmin içində olub, Varavskoy deyək, Varavskoyda olub və narkoman olub, narkotik vasitələrin istifadəçisi olub. Bugün isə həmin şəxs uzun müddətdir ki, ayıqdır, sağalıb, reabilitasiya mərkəzində müalicə alıb və mən istədim, xahiş elədim ki, o şəxsdən öz həyatını danışsın ki, gənclər görsün ki, narkotik, o xan yeməyi deyilən nəyişə insanı hansı istiqamətə, hara aparır, başına nələr gəlir və qardaşımız da ki, sağ olsun bizim təklifimizi qəbul elədi. Kazaçok, belə deyək də, ləqəbi Kazaçokdur, Paganiala gedir də. Özü isə Ruslandır, Qazaxlımdır, həm də özü Razin uşağı olub. Razin uşağı olub. İndi Ruslan danışsın özünün başına gələnləri ki, gənclər baxsınlar, bu Varavskoya, nəyişə aləminə meyllənməsinlər, narkotikə meyllənməsinlər. Eləmi qaqa? Elədir qardaşım, elədir. Narkotik məni gətirib haralara çıxardıbsa, yəni mən oralara gəlib çıxmamışdan istəyirəm ki, bu gənclər geri qayıtsın. İstəyim. Kriminal aləmin keçmiş nümayəndələrindən olmuşsan. Bəli qardaşım. Demək olar belə? Olar. Neçə il kriminal aləmdə olmuşsan, Ruslan? 15 yaşımdan qardaşım kriminala, Varavskoy aləmə meyilliyim oldu. Yəni hardasa bir 9-cu sinifdən sonra o sinifin şefi zat deyirlər, belə bir söz var. Uşaqlarla dalaşırdıq, eləyirdik. Daha 10-cu sinifdən sonra o kimi məktəbin şefi olduq. Bir dənə Rus sektoru var idi bizdə. Onların da elə bil oğlanların zanını dövmüşdük, eləmişdik. Məktəbin florlu ilə desək vəziyyətinə biz baxırdıq. Razində həmin periodda ortalıq var idi, vəziyyətə baxan var idi. Biz də onun ətrafında olurduq pasən. Özüm də 6 yaşımdan idmanla məşğul olmuşdum, boksla. Boksdan Liboy bir elə bil ki, nə ilə məşğul olurdumsa, o məşğul olduğum bir şeydə liderliyi xoşlayırdım, ona götürüm. 2001, 2002